Belə deyildi. 4-5 ay bundan qabaq sürətlə böyüdü. Udqun. Təmizdir. Bu xanım əməliyyat olunmalıdır. Çox sərtdir, çox böyükdür. Birdən-birə böyüməsi yaxşı əlamət deyil. Sadəcə əməliyyatdan sonra tam sağalmış adam kimi həyatına davam edəcəksən. Sənin sağalma yolun əməliyyatdan olacaq. İncimə, belə bəlkə biraz sərt dedim, amma yəni mən səndən məlumat gizlədə bilmərəm. Bilirsən niyə? Mən burada özümü də düşünürəm ki, mən sənə doğru məlumat verməliyəm ki, sabah gedib, buradan çıxıb ayrı həkimə gedəndə desələr ki, niyə eləmədin, o gəlib mənə deməyəsən ki, niyə deməmisən. Mənim gördüyümü sənə deməyə borcumdur. Heç cürə mümkün deyil. Gecikdirmirsən ana. O ən azı 10-15 ilin zobudur. Onu sən illər öncə müalicə eləməliydin ki, bu vəziyyətə gəlməsin. Hiss eləməmişəm. Başa düşürəm. Amma bu bir ilin zobu deyil. Burada əməliyyata göstəriş var. Bu düyün sərtdir, bu düyün sizə problem yaşada bilər. Biləsiniz. İncimə məndən anacığım. Mən sizi televizorda danışanda görmüşəm. Başa düşürəm. Siz ki, yanıma gəlib deyir ki, Vaxtında- əməliyyat deyiblər mənə, amma mən onu belə Vaxtında- müalicə eləmişəm. vaxtında- Ona mən dedim ki, bəlkə siz müalicə ilə. Bəli. Vaxtında müraciət eləməmsən ana. Yenə də deyirəm, hiss eləməyə bilərsən, gizli keçə bilər. Amma bu ən azı 10-15 ilin zobudur. Bu bir ilin, bir günün zobu deyil.